açılanda mən xatırlayanda ki, mən bu Milli Məclisə müraciətlərdən, oradan buradan əvvəl Nadim Əlixanov proqnoz vermişdi ki, 2026-cı ildə bu yaxınlarda sərhədlər açılacaq. Mənə orada komentar yazanlar var ki, bunu hər kəs hər il deyir. Bəli. Pandemiya dövründən bu yana açılmayan sərhədlər hər il açılmaq barədə danışıqlar gedirdi. Və bütün siyasətçilər bu il açılacaq, gələn il açılacaq deyə danışıqlar gedirdi. Mən Nadim olaraq heç vaxt bu sərhədlərin açılacağı tarixi deməmişdim. Və mən bu yaydan sonra, bu payız ayında dedim ki, biz 2026-cı ayda, inşallah ilində biz sərhədlərin açılacağını hiss edirəm. İndi bəzilər deyəcək ki, biz də bilirik. Nə bilirsiniz? Hardan bilirsiniz? Deyən çoxdur. Amma konkret ekstrasens olaraq öz hisslərinə güvənərək demək, sonra düz çıxmamaq, bu çox bir ayıbdır. Və nətər ki, mən bundan əvvəldə proqnozları deyib düz çıxıbsa və bugün bu dediyi proqnozu da bir neçə günlər, bir neçə aylar, illər mənim dediyim zəlzələ proqnozu nətər oğurlayıb biriləri öz adına yazır, sonra sizin cibinizə girirsə, artıq bu sərhədlər barədə proqnoz eşidəcəklər ki, Milli Məclisə biz bu məsələni qoyacağıq, sərhədlər barədə. Bilirsiniz ki, Milli Məclisdə də əgər bu məsələsini qoyursa, bizdə belə bir misal var ki, Milli Məclisində bir söhbət danışır, gedirsə, o sonra qəbul eləyir və onu reallaşdırır. İndi Milli Məclisdə olan bu məsələlərin ortalığa qoyacaq söhbətləri gəzir. Əslində bu məsələ bundan əvvəldə 2025, 24, 23-cü illərdə də bu məsələlər gelirdi ki, biz sərhədlər açılmalıyıq deyə dəfələrlə danışanlar var idi. Mən Nadim Əlixanov sizə bir də Jirinovski, hamının dəli dediyiniz Jirinovski 2026-cı ildə açılacağı demişdi. İndi deyəcəksiniz ki, Jirinovskiyə qulaq asıb demişik. Okey, biz Jirinovskiyə qulaq asa bilərik və Jirinovski kimi çox adam çox şey danışır. Simpsonlarda nə bilim Amerika prezidenti Trump'ı öləcəyi demişdi. Mən dedim ona razı deyiləm, ölməyəcək. Mən Trump'ın öləcəyini hiss etmirəm. İndi də deyirəm. Simpsonlarda Zəngəzurda atom bombanın daşıyacağını göstərmişdi. Zəngəzur savaşı olan vaxtında, Qarabağ savaşında. Olmadı ki, elə bir şey. Mən o zaman da dedim ki, elə bir şey olası deyil. Biz xatırlaqsa çox şey var. Sadəcə Nadim Əlixanov hissləri ilə və güclü analizlərlə yaşayan bir adam olaraq sizlərə hər zaman bəd proqnoz yox, arada xoş xəbər də deyirik. Bəli, bu Milli Məclisinə təqdim olacaq olan bu məsələ öz gerçək belə deyim, üzünü göstərəcək ki, bu məsələ də artıq hər kəs sərhədin açılmasını gözləyənlərin sevincinə şahid olacağını mən Nadim Əlixanov sizlərə həm yaydan qabaq proqnozunda demişəm, həm də bu payızda təkrarən xatırlatdım ki, biz sərhədlərin inşallah açılmasını hiss edəcəyik. Bu o demək deyil ki, sərhədlər açılırsa dünya savaşı olmayacaq. Sərhədlər açılırsa zəlzələ olmayacaq. O videoda demişik, Azərbaycan sellərdən, sulardan qorumalı. Çünki böyük sellər, sular həm dünyada olacaq çox yerlərdə. Mən bunu artıq 5-6 ildir dayanmadan deyirəm. Həm də böyük zəlzələdən. Mən zəlzələnin tarixini deyəmirəm. Amma bir zəlzələyə aid olan 8 rəqəmi demişəm. Qara 8. 2028-ci il və ya 8-ci ay və ya 8 balında mı bilmirəm. Bu zəlzələrin barədə düşünmək lazımdır, qorumaq. Qalan hər şey Azərbaycan üçün yaxşı olacaq demişdim və yenə də deyirəm. Zəlzələdən qorumaq üçün yolları düşünməli. Böyük sellərdən qorunmaq üçün böyük çuxurlarda və böyük keçmişdə sular gedən çayların qırağında olan yaşayanlar və adəti qurumlar o barələrdə düşünməli ki, böyük sellər gələcək. Həddindən böyük. Bəlkə də bu küçələr boyu böyük sellər, çay kimi sellər axacaq.
maşınlar falan, nə tər ki biz bunu Avropada görmüşük. Mən bunu hiss edirəm demişəm və təkrar edirəm. Bizim qorumalı olan şeylər budur. Yanğınlar olur tez-tez. Gəl yanğınlara görə proqnoz verməyək. Artıq yanğınların tez-tez olduğunu müşahidə edirik. Əsas böyük olan zəlzələni olmayacaq deyən kəslər indi Nadim Əlixanova və dünyada artıq son zamanlar zəlzələ barədə türklər, bu çox adamlar danışır deyə çıxıb biriləri proqnoz verirlər. Nə var ki, Nadimə qulaq asmaq, Nadimin düz dediyini bilsin, sonra da proqnoz versin, Nadimdən məsəl üçün 3 qat ucuz qəbul eləsin, desin ki, mən proqnoz vermişəm, düz çıxmışam və o proqnoz düz çıxanda da götürsün, pul versin, başqa saytlarda özü reklam eləsin. Onu Nadimi tanımayan, Nadimin proqnozu eşitməyən adamlar da onun dilindən onu eşitsin, elə bilsin ki, onun o Allahın verdiyi gücü ilə, ağlı ilə, zihni ilə, zəhməti ilə verdiyi proqnozdur. İnansın, getsin və sizi də aldatsın. Yəni, doğru hisslər olan insan olaraq dediyini bir daha da bizə